Salam değerli izleyicilerim. Ben bugünkü buraya başlayacağım. Külünü çuprası eləyəcəm. Pomidorlarımın dibi yanmasın, yarpağı saralmasın. Hamısı çok güzel olur. Allah sizi var eylesin. Güzel. Bak, hamısı ağaçlara dolanıb, keçir çiçəkdir hər tərəfi. Bütün sarı çiçəkdir. Deyir çiçəkdir. Lobya mücü çiçəyin içindədir. Deyir çiçəyin içindədir. Lobyalarım çiçəkdədir. Maşallah, maşallah çiçəkdədir hamısı. Lobyalarım çiçəkdədir. Bu da benim reyhanlarımdır. Reyhan əkmişəm. Qarğıdallarım maşallah olsun. Bu badimcanlarımdır. Bu badimcanlardır. Bu ağ reyhanlardır. Qara, ağ, qara. Hərəsindən 5 dənə, 6 dənə əkmişəm. Bu cumbul badimcandır. Bu nazik badimcandır. Bunlar isə biberlərimdir. Bax, bu mənim şirin biberimdir. Şirin biberimdir. Görünür mü bilmirəm. Amma şirin biberimdir. Maşallah. Aha. Aha, bak bak. Bu şirin biberdir. Bu sortlu acı biberdir. Acı biberdir. Bu nazik. Bu da şirin biberdir. Maşallah olsun biberimizin. Bu nazik biberdir. Turşuluq. Maşallah. Maşallah. Verimi çok güzeldir. İnşallah toplayarıq, görərik. Çok qəşəngdir verimlərdir. Çok qəşəngdir. Üstü doludur. Maşallah. Maşallah. İndi değerli izləyəcəm. Bu sonradan əkdiyim biberlər, acı biberdir. Bu da yine pomidorlardır. Bu şirin biberdir yine. Bak, bunlar şirin biberdir. Bunlar pomidorlarımdır. Görürsünüz değerli izləyicilərim. Buradan gəlirəm yine lobyalarımın yanına. Lobyalarım çok güzeldir. Hamısı çiçəkdədir. İnşallah verimi çok güzel olar. Çok qəşəng olar. İndi külünü əlavə eləyəcəm.